İtə ataram, ya da satmaram. Sona bazara gedənlərin arasındaydı. O, ömründə birinci dəfə idi ki, həftə bazarına gedirdi. Yusif Züleyxa xalçasını satmağa aparırdı. Bu xalçanı Sona özü toxumuşdu. Niyyəti də xalçanı böyük oğlu Mərdanın toyunda gəlin otağının divarına vurmaqdı. Sona illər boyu bu arzunu ürəyində bəsləmiş, o xoşbəxt günü səbirsizliklə gözləmişdi. Amma hər şey dəyişdi. Sonanın əri öldü. İhtiyac qadını sıxdı. Sona da Yusif Züleyxasını qoltuğuna vurub bazara aparmalı oldu. Həftə bazarı cəmaatla doluydu. Burada hər cür adam görmək olardı. Amma hamının diqqətini qəribə libaslı bir adam çəkirdi. Cəmaatın əcnəbi deyə bir-birinə göstərdiyi adam heç kəsə fikir vermədən bazarda gəzir, hər şeyə nəzər salırdı. Əcnəbinin yanında uzun çıxalı bir tacir hərrənirdi. Əcnəbinin buyruğuna baş əyib, o yan bu yana qaçırdı. Sona bir daşın üstündə oturmuşdu. Xalçası da qabağındaydı. Xalça gedib gələnlərin nəzərini cəlb edirdi. Xalçanı əcnəbi də görmüşdü və heyrətindən donub qalmışdı. O, xalçanın önündə əyilib acgözlüklə ona baxır, əli ilə tumarlayırdı. Sonra yanındakı tacirə nə isə dedi. Tacir Sonadan soruşdu. Bacı, qiyməti neçədir? Sona biraz duruqdu. O, xalçasına qiymət qoydurmamışdı. İndi də əcnəbi tacirə nə qiymət deyəcəyini bilmirdi. Tacir isə öz işindəydi. Xalçanın başına dolanır, üzünə, astarına, saçaqlarına baxır, barmaqları ilə naxışlarını yoxluyurdu. Xalçanın başına yığışanlardan biri dedi. Əl işi olduğuna inanmır. Necə də inansın? Bu ki qüdrət qələmi ilə çəkilmiş bir şəkildir. Əcnəbi isə artıq darıxmağa başlamışdı. Tacirə nəsə dedi. Tacir yenə xalçanın qiymətini soruşdu. Sona ətrafına baxdı. Hamının üzündə bir narahatlıq, təəssüf hissi vardı. Sanki heç kim bu gözəl sənət əsərinin yadlara qismət olmasını istəmirdi. Sona fikrə getdi. Axı niyə öz əllərimlə toxuduğum xalça öz oğluma yox, bu çağırılmamış qonağa qismət olsun? Qadını birdən hirs boğdu. Üzünü tacirə tutub dedi. Satmıram. Cəmaatı maraq götürdü. Tacir isə qiyməti qaldırmağa başladı. 100 qızıl təklif etdi. Lakin Sonanın cavabı qəti idi. Satmıram. Satmıram canım. Nə əcnəbiyə satıram, nə də qızıla. Sona xalçanı çəkib yığdı. Əcnəbinin rəngi ağardı. Tacir onun dediyini Sonaya tərcümə etdi. Görürsən, deyir hara getsə, xalçanı mən alacam. Sona daha da acıqlandı. Əli ilə rədd işarəsi verdi. İtə ataram, ya da satmaram. Sona arxasını əcnəbiyə və tacirə çevirib oradan uzaqlaşdı. Yüzlərlə adamın sevincli, alqışlı baxışları bu qeyrətli ananı yola salırdı. Halal olsun belə qadına.